Biz 2 kilo düyü üçün 2 dənə çolpadan istifadə edəcəyik. Kim istəyirsə çolpa yox, broilerdən istifadə edə bilər. Çalışın çox da xırda eləməyin ki, çolpamız körpədir. Sizdə böyüdüsə əgər xırdalaya bilərsiniz. Hələ bişdikcə də yığılacaq. Soğanlar da soyulur. Çolpalar doğranandan sonra. Döşəmə plovun olmazsa olmazıdır. Ne diyeceğim kötülerim var. Nəyi? Kötüler. Qəşəng olmaz. Sağ olsun, təşkil ediblər. Göyçayda biliblər ki, gələcək. Kötüklərimizi də. Ay şefizin karanlık düşürür nəsə. O mənim problemimdir. Keçilə bir yeri düşməsin də. Neyim? Hara gedirəm karanlık düşür. Kamera qəbul edəmiş. Əsas ürəyimiz qara olmasın. Soğanlar da bir dənə yum. Gəlirəm. Çetiyor. Ehtiyatlı var. Biz o ehtiyat Hı. yerindən keçmişik. Nə deyirlər onu? O təcrübələrdən keçmişik. Ne kadar olmasa da. Soğana gözsüz də necə nazik. O qədər doğramışıq ki, tük kimidir. Bundan qalın olmamalıdır. Çalışın. Bunları da götürürük əlimizlə. Bura yaxşı sıxırıq. Baxın, bu belə olmalıdır. Soğanın üstünə duz əlavə edirəm. Bir də qarı istiyot. Soğan suyunu sıxırıq. Soğanı suyunu sıxandan sonra başqa bir qaba alıram. Bu qədər su çıxdı, görürsən, nazik doğrananda belə olur. Baxın, bu su əgər sıxılması çıxacaq düyünün qazmağına. Ona görə də bu su atılmalıdır. Bu indi sıxdığımız soğanları əlavə edirəm yenidən bura. Üzərinə turşu əlavə edirəm. Toyuqları əlavə edirəm. İki çay qaşığı təmiz alçadan almış turşu əlavə edirəm. Toyuğun özünə də görə biraz duz əlavə edirəm. Azca da qarı istiyot. Bir dənə qardaşın üçün çay süzdə nə olar? 32 dərəcəsi var ya. Toyuğu da bastırma elədik. Yoldaş Gölçaylı xanım, nə qədər qalmalı bastırmada? Dinən biraz izahat ver. 3 gündə qala bilər, 3 gündə. Əslində bunu biz hinduşkadan, qazdan da eləyirik, düzəldirik, bastırmaya qoyuruq. Qəşəng olur. 3 gün, 4 gün bastırmada qalır. O toyuq, hinduşka, qaz, hər hansı biri. Qəşəng dəyir soğanda, duz istiyotda, şarabda. Qəşəng olur.
Hə, bu qırmızı nar şərabla da eləyirsiniz də, hə? Qırmızı nar şərabından eləmir. Eləyə bilərlər, amma sarıda daha qəşəng olur. Çünki rəngi qəşəng olur. Heç nə, kömək eləyərsən də birazdan. Qapağını qoyaq. Hə, indi bunun bir dənə üstünü təmizləyim gəlirəm. Nə yaxşı, şef. Yəni sən təmizləyəcəksən buraları. Nə olar ki, bir dəfə də biz eləyək. Nə yaxşı. Razı qaldı. Yox, Çat ya da xəbər çayımı olasınız. içmə eləyərəm. Ruletlə də mənim üçün çay eləyir. Bax, şor qoğanın içiylə, şirin qoğanın içiylə. Nuş olsun. Eyvallah. O neymiş? Ocaq qalır da sənin üçün aşsız mı? İç day. Hə, nənə, süzmək söhbəti səndədir. Buyur. Hə, üzü düyü demək olar ki, hazırdır. Başlaya götürün. Ya Allah. Bəh. Hiss nə gözəl gəlir nənə. Hə, dədə baba adət ənənəsi. Bəli. Aşın dibinə qazmaq hazırlayaq. Qazmaq üçün yumurtaları qırırıq. Özü də kənd yumurtasıdır. Bir stəkan qatıq əlavə edirik. Yağ əlavə edirik. Bir də sarı kök. Bir də düyüdən əlavə edirik bura. Qazmağı hazırlayaq. İndi bunları yaxşıca qarışdırırıq. Həm yağ ərisin, həm də yumurtalar da qarışsın. Ətlərin suyunu sıxa-sıxa belə yığırıq ki, suyu getməsin. Şabalını da səpir üstünə. Göyçay tərəfdə xüsusən vişnə qurusundan da istifadə olunur və yaxud da nar dənələrindən. Biz vişnə qurusundan istifadə elədik. Daha sonra pulovdan da üstünə əlavə edirik. Buna bir stakana qədər də su tökürük ki, qəşəng dəmə gəlib pişsin toyuqlar altında. Böyle. Qəşəng dəm alıb. İndi gedək servis eləyək. Ya Allah! Dizim yandı. Heç nə olmaz. İyi nə gözəl gəlir buna. Ətri nə gözəldir. Vişnə, soram, şabalıdım, çolpanı xüsusən. Və həqiqətən tələsdim bunu yeməkdən ötürü. Qazmağından da çıxardım. Ya bismillah.
Buna bax. Bismillah. Dostlar, sizi inandırım. Həqiqətən superdir. Turşu necə yaraşmışsa çolpaya. Şabaldı kişmişi. Bu arada kişmiş ayrıca kər ayağında qızardılıb. Çox əladır bir sözlə. Acilcə. Hazırlayan hər kəsin nuş olsun dostlar. Mən ancaq kamera ilə gələ bilərəm. İnşallah növbəti videolarımızda görüşən qədər bu da sizin şərəfinizə.